Mən Çunay Rasul Abaçaroğlu 1991-ci il 7 yanvarda Balakən rayonunun Qabaqköl qəsəbəsində doğulmuşam. 6 yaşında Üzeyir Hərcikoy adına orta məktəbdə təhsil almağa başlamışam. 9 yaşımdan güləşlə məşğul olmağa başlamışam. Daha sonra isə 2007-ci ildə iş olaraq yeniyetmələrin Azərbaycan birinciliyin qalibi olmuşam. 2008-ci ildə yeniyetmələrin Avropa birinciliyin qalibi olmuşam. 2008-ci ildə böyüklər arasında Azərbaycan çempionu olmuşam. 2010-cu ildə isə gənclər arasında Avropa birinciliyin qalibi olmuşam və dünya birinciliyin 3-cü yerdə başa vurmuşam və 2010-cu ildə tələbələrin dünya çempionu olmuşam. 2011-ci ildə isə Avropa və dünya birinciliklərinin 3-cüsü olmuşam. 2013-cü ildə isə yay universiadanın qalibi olmuşam. 2014-cü ildə Avropa çempionatının gümüş mükafatı qazanmışam və dünya çempionatında bürünc mükafatı qazanmışam. Çünki bizim kənddə Çöpsöy İsmail müəllim güləş məşqlərinə başladı və bizim kənddə Yunan-Roma güləşi idi. Ona başladım və davam edelim. Başqa idmanı hər hansı növ maraqlı olur, bəzən maraqlı yarışlar olur. Daha çoxsa judo üstünlük verirəm, çünki orada ipon fəndi xoşuma gəlir. Çünki mən Yunan-Romada elədiyim fəndlərdir, yəni orada bir dəfə eləsən kifayət edir qələbə qazanmaq. Yunan-Roma güləşdə həmin fəndlərlə 3-4 dəfə təkrar edildikdən sonra qələbə qazanmaq. Futboldur, basketboldur, tenisdir, bunlar maraqlıdır. Məktəbdə 4-cü sinifə qədər, yəni güləşə başlayana qədər dəcəl idim, uşaqlarla tanışırdım. Müəllimlərin də çox xoşu gəlmirdi, çünki uşaqları bezdirdim. Güləşə başlayandan sonra daha sakitləşdim. Riyaziyyat dərsi. Yəni hal-hazırda riyaziyyatı yaxşı deyil. Demək olar, bildiyim qədər bilirəm. Yemək çox növləri var. Yəni yeməyin münasibətim yaxşıdır, iştahım da yaxşıdır. Lakin bəziləri var, avar xəngəli var, onlar ki dolmadır. Bəzi avar yeməklər var, onları çox istəyirəm. Əlbəttə, evdə pişirilən hər bir yemək dadlı olur. Çox ölkələrdə olmuşam və hər ölkənin, hər şəhərin özünə görə gözəlliyi var və çox yerlər var, xoşuma gəlir. Yəni, hərəsinin öz yeri var. Türkiyədə qəşəng yerlər var, bundan sonra Fransada, İtaliyada. Lakin bunların hamısından gözəli Bakıdır. Bizim Azərbaycanın hər bir köşəsi qəşəngdir. Mən ən rahat özümü Bakıda hiss edirəm və Bakıdan qəşəng şəhərdir görürəm. Oğlum, uşaqlıqda baxırdım. Məsələn, Van Damın Krvavi Sport belə bir filmi var. Ona dəfələrlə baxırdım və çox hoşuma gəlir. Çizgi filmi çox da bazı vaxt baxırdım. Karalev belə bir çizgi film var. Tom Jerry'dir, Nikolay'dir. Onlar var. Avar müğənniləridir. Avar muzikalarını da çox qulaq asıram. Məsəl üçün, yarışda olanda onlar mənə həvəsləndirir. Avar musiqiləri daha çox xoşlayıram. Əlbəttə ki, bizim öz müğənnilərimizin musiqiləri qulaq asıram. Əlbəttə, bu
Güləş Azərbaycan güləşçi olub. Güləşçiləri idi. Mən balaca idim. Fərid Mansur Olimp çempionu olanda mən balaca idim və fikirləşirdim inşallah nə vaxtsa mən də belə nailiyyətləri əldə edim. Rövşən Bayramovdu, Vitali Rahimovdu. Bunların güləşini izləyirdim dəfələrlə və onlardan nəsə götürməyə üstünlük verirdim. Əlbəttə, yeniyetmə vaxtından başladım nailiyyətlər qazanmağa və gəldim yığma komandaya. Bu dediyim idmançılar bir yerdə məşq eləmək mənim üçün böyük bir şərəf idi və onlar nə edirsə diqqətlə baxırdım, onlardan nəsə götürüm. Vaxt keçdikcə sonra Fərid Mansur oldu baş məşqçi, bir şəkildə güləşirdik, sonra keçdi baş məşqçi oldu. Vitali Rahimovla elə oldu, rəqib olduq. Rövşən Bayramovdan hal-hazırda da bir yerdə məşq edirik və bu mənim çox xoş idi və onlardan nəsə baxaraq götürürdüm, sonra onlarla məşq eləyərək götürdüm. Əlbəttə ki, onlar böyük mütəxəssislərdir, hal-hazırda da çalışıram ki, onlardan nəsə götürmək məsləhətlərini verirlər. Utancağam, baxıb, hər də verməyəcəm. İlk başlayan vaxtlardan belə düşünmürdük, lakin davam elədikcə balaca vaxtlardan başladım yarışlarda yerlər tutmaq. Demək olar ki, indiyə qədər güləşdiyim 95% yarışlarda medalla qayıtmışam evə. Getdikcə marağım daha çox olurdu. Həvəsim artır. Baş gecələndə məsələsi məndə şükür Allah olmayacaq da, çünki mən hər bir nailiyyətdən sonra daha həvəslənirəm ki, hamıdan seçilim və mən əldə edədiyim nailiyyətlər digərlərindən seçilsin. Qazanmaq bacaran xərcləməyə bacarmalıdır. Baxır və necə bədxərclik də yaxşılayır. Geyinməyi xoşlayıram və tez-tez başqa geyimdə olmalı və hər dəfə başqa geyimdə giymək yaxşıdır. Baxıram və dostlarla getirən məsləhəti, hansı yaraşır üstünə onları alırım. Hər cür geyimə üstünlük verirəm. Klasik və texnik. Məşq toplanışlarında, yarışlarda çox hadisələr baş verir. Bunlardan da hansını danışım? Məsələn, əvvəl deyirdilər mənə, məsəl üçün toylarda rəqs eləməyə xoş deyirəm, məşq yoldaşına mənə zarafat verir. Bu gic-gic lezginka oynamağım var, gic-gic lezginka oynamağım var. Sonra elə gətirdi ki, o keçən qazanda, qələbə qazananda lezginka oldu, o bir dənə lezginkanın hesabına, yəni o rolik çox məşhur oldu, çox adam baxdı. Və elə olurdu ki, o rəqs eləyən deyəndə tanıyırlar, əsas üçün eləyəndə belə artıq tanımırlar. Əvvəlcə planlaşdırılsa, yəni o alınmaz mı? Bir anlıq olur, sonra onu yuxu kimi xatırlanır. Kimisi Allah mənə kimi belə elə, bir an sonra oturub onu yuxu kimi xatırlanır, bir anda baş verir. Çoxları, məsələn, öz həyatlarını fikirləşmirlər və lazımsız yollara gedirlər, yəni bu qıradan müşərlərində görülür, sigaretdir, içkidir, belə şeylərdir, sonra öz həyatlarını fikirləşmirlər, hal-hazırda gənc olduqda bir iş görmürlər ki, sabahsı gün bu ailəsi olmalıdır, ailə saxlamalıdır. Bu çox pis bir haldır. Nə qədər ki, əlində vaxtın var, gəncsən, yəni çalışmaq lazımdır ki, sabahsı gününü fikirləşəsən və sabahsı günün öz ailən üçün yaxşı olsun.
güləşə başlayanda çox balaca idim, yəni güləşə marağım çox olduğundan, yəni başqa sahə barədə heç vaxt fikirləşməmişəm, bilməmişəm, yəni bilməzdim nə qismət olar. Çalışıram ki, hal-hazırda nailiyyətlər əldə edim və öz karyeramı elə qurum ki, sabahsı gün çox çətinliklər görməyim. Boş vaxtlarımda gedirəm rayona, Balakən rayona, valideynlərimin yanına və qohum əqrəbalarımı keçirirəm. Çünki balaca vaxtdan idmanla məşğul olduğumdan hər bir hansı toylardır, nişandır, belə məclislərdə iştirak edə bilməmişəm çox vaxtı. Onun üçün hər bir boş vaxtda gedirəm onları ziyarət edirəm. Kitab oxuyanda fikrim kitabda qalır. Məşqdə də fikirləşirəm o kitabda oxuduğum şeylər haqqında, onun üçün. Amma məşqdə isə qulağımda bu qulaqlıqlarla məşq edəndə həvəslənirəm və daha çox məşq edirəm və güc gəlir. Rəqs eləməkdir, amma yaş keçdikcə daha o qədər çox oynamıram, rəqs eləmirəm yəni. Əvvəl xoşlayırdım çox rəqs eləmək və yaş keçdikcə daha aralaşıram. İdmançılar fərqlidir, hərəsinin öz fikirləri var, bəzi var psixi cəhətdən zəifdir, idmanı tərk edir, bəzi var fiziki hazırlığa çatmır, amma psixoloji yaxşıdır və nailiyyət qazanır. İdmançılar fərqlənir və çalışmaq lazımdır, yəni istəmək azdır, yəni çalışmaq lazımdır. Təkcə o demək deyil, fiziki hazırlıq olsun, çünki xarakter olmalıdır insanın və məqsədi olmalıdır. Məqsədinə doğru irələsən, yəni çox şeyin ayrılmaq mümkündür. Arzular çoxdur və tək əsası isə Olimpiya çempionu olmaqdır, yəni çalışacağım Olimpiya çempionu olum. Ruhdan düşməyərək məşq eləsinlər və özlərini qabağına məqsəd qoyaraq gələn yarışlarda qələbə haqqında düşünsünlər və daimi idmanla məşğul olun və lazımsız yollara üz tutmayın. Erməni yıxarım. Çünki mən 3 dənə erməniyə qalib gəlmişəm bu il. İkisini 9-0 və təmiz qələbə, birini də 11-0-dir. Keçən yay universiadasından sonra Cənab Prezidentin qəbulunda olduq. Əlbəttə, hər bir Azərbaycanlının arzusudur ki, Cənab Prezidentlə görüşsün, şəkil çəkdirsin və belə bir insanla yaxın olmaq. Biz çox böyük, unudulmaz gün idi mənim üçün. Daha sonra Cənab Prezident mənzillə mükafatlandırıldı. Mənim üçün bu unudulmaz xoş günlərdir. O günlərdən sonra daha da məqsədə uyğun başladım məşqlər eləmək ki, yəni verilən mükafatlara layiq olun və daimi hər qələbəni qazanım hər yarışda. Və keçən ildə bu nailiyyətləri əldə elədim. Bütün yarışlarda medalla qayıtdım. Unudulmaz günlərdən biri bu idi. Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov gələndən sonra bizim Güləş Federasiyası çox inkişaf elədi. Vitse-prezident Namiq Əliyev, bunlar bizə, bu insanlar çox diqqətlə şərait yaratdı. Bütün hər bir şeylə təmin elədi ki, biz layiqincə yarışlarda çıxış edək. Və əlbəttə ki, bütün bu şəraitdən sonra vətənə medalsız dönmək özümüzə də xoş deyil. Onun üçün bütün güləşçilər çalışır ki, bir-birini irələsin və vətənə layiq medallarla dönsünlər.
Hə, ilk məhəbbətim güləşdi. Gic-gic lezinka oynamağım var, gic-gic lezinka oynamağım var. Vacib deyil mi? Kitab oxuyanda fikrim bəli kitabla qalır. Mən ən rahat özümü Bakıda istəyirəm və Bakıdan qəşəng şəhərdə görürəm. Bunu fikirləşmədim. Fərid Mansur Ali çempion olanda balaca etdim və fikirləşdim, inşallah nə varsa mən də belə naibləri qəbul edəcəm. Təli Rəhimovla elə oldu, rəqib oldu. Baş gicələndə məsələsi məndə şükür Allah olmayacaqdır. Əsası isə Olimp çempionu olmaqdır, yəni çalışacağım Olimp çempionu olur. Nə danışın? Finish Kone. Çünki mən 3 dəyirmənliyə qalib gəlmişəm bu il.